İslamın neçə şərti var? Cəmi 5 şərti var. Gəlin qısa və aydın öyrənək. 1. Kəlməyi şəhadət gətirmək. Əşhədü ən la ilahə illallah və əşhədü ənnə Muhammədən abduhu və rasuluh. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir məbud yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir. 2. Namaz qılmaq. Gündə 5 vaxt namaz qılmaq hər bir müsəlmana fərzdir. Sübh, zöhr, əsr, məğrib, işa. 3. Ramazan orucu tutmaq. İldə bir ay, Ramazan ayında oruç tutmaq hər bir müsəlmana fərzdir. 4. Zəkat vermək. Nisab miqdarı mala sahib olan, təxminən 80 qram qızıl və ya 600 qram gümüş dəyərində və malı üzərindən bir il keçmiş hər bir müsəlmana malının 40da birini zəkat olaraq vermək fərzdir. 5. Həcc ziyarəti. İmkanı olan hər bir müsəlman ömründə bir dəfə həcc ziyarətini etməlidir. Bu 5 əsas şərt İslamın sütunlarıdır. Unutma, dini bilmək yaşamaqla başlayır.